Hamıya salamlar. Bugünkü videoda mən sizə Hadrut Futbol Klubu haqqında danışacağım. Komanda təzə yaranıb. Gəlin gedək komanda ilə tanış olaq. Gəlin komanda ilə tanış olaq. Hadrut komandanın kapitanı və məşqçisi Ruslan qardaş. Salam aleyküm, siz də xoş gəlmisiniz. Çox sağ olun Ruslan. Ruslan, bir də komanda haqqında bir qısa məlumat verərsiniz. Komanda nə vaxt yaranıb, neçə ildir fəaliyyət göstərir? Deməli, komandamız 2024-cü ildə yaranıb. Şəhidin adladır komandamız. Komandamızda Qazi də var. Komandamız 1 ildir fəaliyyət göstərir. Bu da birinci ilimizdir ki, Həvəskarlar Liqasına qoşulmuşuq. Lap yaxşı, lap yaxşı. Yəni indi komanda qrupda neçənci yerdədir? Komandanın yəni hədəfləri nədir? Hal-hazırda komandamız qrupda 3-cü yerdədir. 2-ci yerdən bir xal azımız var. Az xalımız var. Məqsədimiz odur ki, qrupdan çıxmaq. Bu oyunda yəni vacib oyundur bizə. Laçın komandası ilə oynayırıq. Güclü komandadır. Amma inşallah çalışacağıq ki, o da qrupdan çıxmaq üçün yəni böyük bir şans olacaq bizə. Laçın komandasını udmaq üçün. Və yəni nə qədər neçə oyun qalıb? Yəni hal-hazırda bu oyundan əlavə 2 oyunumuz qalıb. Bu oyunu inşallah utsaq, növbəti 2 oyunda utsaq, qrupdan çıxırıq inşallah. İnşallah və sonradan ki, komandamız yəni şəxsi hesabına oynayır. Yəni belə deyək də sponsorumuz yoxdur. Buradan baxıb bizə dəstək olmaq istəyənlər, yəni dəstək ola bilərlər. Komandamızda Şəhidin adladır. Qazimiz də var. Yəni kimsə dəstək olmaq istəsə, yəni dəstək ola bilər. Yəni mütləq lazımdır. Çünki yəni görürəm ki, komanda belə oynayırıq. Yəni dəstək yoxdur. Dəstək olsa daha yaxşı olar. Kim bu video baxır da zəhmət olmasa videonu yəni bəyənin, yəni komment yazın ki, komanda haqqında yəni video çox adam görsün və inşallah komandaya bir sponsor tapılsın. İnşallah. Allah şəhidlərimizə də rəhmət eləsin. Allah rəhmət eləsin. Qazilərimizə də can sağlığı versin. Allah can sağlığı versin. Çox sağ olun. Sağ olun. Yəni biz danışırıq. Belə qismasın başları tərk eləmirik. Bu oyun mütləq udmalıyıq. Özdə ki biz kişi kimi çıxıb oynayırıq. Yəni kimdənsə xal almaq, biz əziyyətlə gəlmişik. 15 xalımız var, 15-ində əziyyətlə almışıq. Heç birini rahat almamışıq. Yəni öz gücümüzü almışıq. Öz hesabımızda burada hesabların heç biri pulla oynamır. Nə sponsorumuz var, nə kimsə bizə pul verir, nə də ki qıraqdan. Bir ildir komanda yaranandan elə həminki uşaqlardır, əziyyət çəkmişik. Yoldaşlıq oynamışıq, gəlmişik, indi çıxmışıq. Özümüzdən də söz etdirməyi bacardıq qısa müddətdə. Düşünürəm ki. Yəni başqaları kimi qıraqdan gedib oyunçu gətirib, pulla, bura Həvəskarlar Liqasıdır. Şey deyil ki bu. Hamı işdən gəlir. Hamı işdən çıxıb gəlir, əziyyət çəkir. Mən işə qayıdacağam. Açılışdan gəlir. Sevindirici haldır, son turda oynadığımız oyun həqiqətən də belə deyim də kompleks, paslar, komanda şəklində gözəl oynanır. Yəni istədiyimizi alınırdı. Bugün də inşallah onun davamı olacaq. İnşallah. Bugün də inşallah çıxıb ancaq qələbə bizə alacaq. İnşallah. Ən cavan oyunçu kimdir komandada? Ən cavan oyunçu Fərid yoxsa? Yox, qardaş oladı yəni. Neçə yaşın var Fərid? 16 yaşım. Ən yaşlımız da siz bilmirəm yoxsa? Müəllim. Qoymaram. Ya cavan da var, yaşlı da var. Ortalama yaşı var. Ya biri yazıb paylaşmışam bizə. Bunlar hamısı qozalardır. Deməli, oynayanlar da qozalardır. Zaman oynamıraq. Nə varsa elə qozalardır. Mən baxıram tarpasını. Dedik ki, hədəf nədir? 11 klub. Ciddi bir şey yaranır. Qapısı var. Formasını baxa bilərəm. Buyurun baxın. Fərid. Yaxşı. Siz kimsiniz ya? Südya. Deyəsən, Deməli, qardaş, belə şey formasındasan, bilməliydim. Bilmədik. Salam aleyküm. Oyna! Yoxdur.
Birinci hissə başa çatdı. Elə bir 0-0'dur uşaqlar, elə bir 0-0'dur. Oyun təzədən başladı. Canla başladı. Necə başlamışdıq, elə də axıra kimi gedirik. Most 6-6 da 0-0. 15 yıl. Oyundan qabaq mən özdə ona orada görüşdüm. Dedim ki, qardaş, çıxırıq kişi kimi, kim udar uduza. Fərqi yoxdur, çıxırıq kişi kimi oyunumuzu oynayırıq. Yine de bu şarkı. Onlarda komanda ruhu yoxdur, bizdə komanda ruhu var. Ona görə biz can qoyuruq. Arkadaş hamı işdən gəlir. Burana mən bugün Amma işdəyim. çıxır can qoyuruq. Onlarda əsas İnşallah Uğurlar. qələbəmiz. Uğurlar inşallah. Kanala abunə olun. Abunə olun kanala. Sağ ol gəlir. Birazdan ikinci hissə başlayır. Bəli. Hadrut komandası 3-0 öndədir. Bəli, şükür Allah, çox şükür Allah. Mən oraya, mən oyunçu dayandım, o atdan seni mi çatmışsın, o kəlmə. Oyun bitti. Hadrut komandası qalib gəldi. Təbrik edirəm Çox qardaş. sağ olun, minnətdaram, ayağınız düşdü. Ha, Var çox sağ olun. olun, İnşallah kanala abunə olun. Təbrik edirəm. Sağ olun, təbrik edirəm. Sağ olun. Çok kapattım. İki dənə sənə, iki dənə mənə sol.